Mesut Pezeşkiyan çok zayıf figurdu. Çünkü real kuvvesi onun elinde real pul, real vasıta yoktu. Çünkü maliyet meselelerinin de sepah bakın. Müştabanın ölümü, tırnak arası ölümü yaxud elin olması ümumiyyətcə fiziki yaxud məntiqi ümumiyyətcə heç bir fəaliyyət göstermeden onun sağ kalması ama diğer taraftan onun sahnede olmaması bu Ahmet Vahidi'ye bu cevap verir. Bu günleri bütün güç, bütün belediye merkezleştirilmiş institutlar, ümumiyyətcə resurslar hamısı cəmləşibdir Ahmet Vahidi'nin ve onun elinde olan, onun tabiinde olan generalların elinde. Ahmet Vahidi gelip hakimiyete. Sepah öz hakimiyetini artık bütün institutlara, bütün devlet organlarına şamil edip orada da berqərar edib. Faktiki olarak Ahmet Vahidi Venezuela senaryosunu esas kimi götürür ve hayata geçirir. Şimdi bu senaryo ne derecede belə deyək, kimə cevap verir? Məncə ne Kürdlər, ne Azərbaycanlara, diğer taraftan Ərəblərə, Bəlucilərə və digər xalqlara o cevap vermirdi ki, Müştabanın hakimiyyətə gəlişi, yani onu deyir. Çünkü belə çıxırdı ki, Pəhləvi sülaləsini kənarlaşdırma və Rıza Pəhləvini ikinci dəfə belə deyək, üçüncü dəfə mi, yəni onun gəlişinə əngəl törətmək, imkan verməmək və belə çıxırdı ki, onda Pəhləvi sülaləsinin əvəzində Xamenei sülaləsi yaranmalıydı və yaranırdı. Amma buna qarşı ilk öncə Xamenei özü idi. Eğer həqiqətən də o mənbələr doğru deyildi, Xamenei istəmirdi ki, Müştaba onu əvəz etsin. O da, belə deyim, buna inanmaq olar. O başa düşürdü ki, bunu, yani xalq tərəfindən Farslar, o cümleden Farslar da bunu qəbul etməyəcək. Ama bugün, belə deyək, yani bir tərəfdən Xamenei sülaləsi artıq yaranıb, eğer o sağdır yaxud sağ değilse ama o idare olunasıdır artık. Xamenei özü idare olunmayan bir figur idi. Onun gücü məhz bundaydı ki, idare olunmaz idi. O balans yaradan bir şəxs idi, bir qüvvə idi ve bir neçə gruplaşmaları nizama salmaq üçün, onların arasında toqquşmanın qabağını almaq üçün və s. bu vəzifədən, bu vəzifə öhdəsindən o gələ bilirdi. Amma bu günləri artıq Müştaba Xamenei yoxdur. Yəni mən ona görə sizinlə razıyam ki, hətta o sağdırsa, amma o yoxdur.